Cavanşir sözü haqqında ən çox sual verilir o haqda. Hə. Cavanşir sözü demək Cavanşir Mehranilər sülalənin nümayəndəsidir. Mehraniləri fars dilində açmağa çalışırlar, artıq qeyd etdim və müəyyənləşdirdik ki, Mehran sülaləsi əslində necə ki Saklarla gələn Kimmer boyları var idi əziz qardaş. Kam sözünün tərsi olan maqdan da Maqər adı var. Bu bir rəhbər titul adı daşıyır və Maqərdən də Mehr sözü formalaşıb, yəni bu birbaşa günəş demək deyil. Və necə ki Kimmer tayfa birliyi var, eyni ilə də bax həmin Maq anlayışından Maqərlər olubdur. Və demək ki Cavanşir bax həmin Mehranilərdəndir və Mehranilər də İran dilli deyil. Part tayfasının 7 boyundan biridir və partların da türk olması Ürmiya nəzəriyyəsində yetərincə yazılıbdır. Yəni o arxeoloji tərəflərini artıq izah vermirəm. Mən yalnız dil kökü tərəfindən asılmayan tərəflərinin izahını verirəm. Arxeoloji olaraq o Firudin Cəllov o tərəfləri yazıbdır. Zəhmət çəkib kim inanmırsa o kitabları əl çatandır. Firudin Cəllov onu PDF-lərinə qədər yüklüyübdür, oxuya bilər. Və Cavanşir sözü də güya fars dilində olan bir sözdür. Düz əziz qardaş. İndi burada gələk şir sözü və deyirlər ki, şir sözü fars dilinə aiddir. Hə? Gəlin biz Hind-Avropa dillərinə bax, bir zəhmət yazsın ki, Hind-Avropa dillərində şir mənasına gələn söz nədir? Görəcəklər ki, şir mənasına gələn söz Leo, Lion kimi olan sözlərdir. Yəni, digər bütün Hind-Avropa dillərində. Yalnız İrani dillərdə şir sözü şir deməkdir. Yaxşı, şir sözü nə deməkdir? Bunu fars dilçiləri və istənilən dilçi açmaqda acizdir. Şir sözü bizim türk dilində olan ısırmaq sözü ilə eyni kökdür. Isırmaq, yəni dişləmək. Aydındır əziz qardaş. Həmin ısırmaq sözündəki isir sözünün tərs kombinasiyası da bizim qarşımıza arslan kimi çıxır. Onun sonundakı lan hissəsi də ilan sözündəki olan sözdür. Yəni yırtıcı mənasına gəlir. Bax, misal üçün yenə deyirəm. Yırtıcı heyvanların adı necə yaranıb? Bax, qurd sözü qırmaq sözündəndir. Bars sözü parçalamaq söz kökü ilə bağlıdır. Köpək, qaplan, qaban, bunun vılaşması ilə güvə və qapmaq söz kökü ilə bağlıdır. Bu arada qeyd edim ki, Hind-Avropa dillərində arslan, şir mənasına gələn söz lion kökü ilə bağlıdır. Yalnız İrani dillərdə bu şir kimi yazılmışdır. Və daha bir maraqlı məqam isə həmin lion ilan kökünün türk dillərində ilan, yılan sözünə çevrilməsidir. Yəni ki, ilan ilk dildə il-in ayrılma, qırılma kökünün birləşməsindən olan söz türk dillərində daha sonra sürünən, yırtıcı, heyvanlar mənasını ifadə edən sözə çevrilmişdirsə, bu Hind-Avropa dillərində yırtıcı, şir, pələng kimi heyvanların adına çevrilmişdir. Və daha maraqlı məqam isə biz həmin ilan kökünün arslan sözünün sonunda görürük, kaplan sözündə görürük. Artıq qeyd etdiyim kimi qap, qapmaq sözündən, qaban, kaplan, köpək və güvə sözü var. Və həmçinin lan hissəsini biz pələng sözündə görürük. Fikrim aydındırmı? Yəni, heyvan adları göydən düşmüyor. Həmin şir sözü də ısırmaq sözündəndir. Isırmaq sözü də bütün dilçilər qəbul edir ki, türk dilindədir. Və ısırmaq sözündən insan o heyvanı tanıyandan sonra ona şir deyib. Və şir sözü yalnız İran dillərdədir. Yaxşı, İran dili hansı dillərin alt qrupudur? Hind-Avropa dillərinin. Hind-Avropa dillərində isə şirə yalnız şir mənasına gələn söz leon kökündəndir. Demək ki, bu əraziyə gəldikdən sonra mələz barslar o türk dilində olan ısır, şir sözünü deyibdir. Və daha sonraki dönəmdə tarix farsça yazıldığından, bax Səlcuqlu dönəmi, Osmanlı dönəmi, Səfəvi dönəmi, biz qayıdıb deyirik ki, bu fars dilinə aiddir. Yaxşı, türk dili hanı? Alban tarixi məhv edilib, yazıları məhv edilib. Bu tariximizin ən böyük qırılma nöqtələrindən biridir. Birinci, ərəblər məhv edib,
Ərəblər bunu məhv edib. Çünki ərəblər bu əraziyə gəldikdə digər türklərə qarşı bu regionda bir güc arayışındaydı. Və xristianlıqda monofizit və diofizit kilsələr var. Monofizit kilsə dedikdə Həbəş kilsəsi, Qibti kilsəsi, Hay kilsəsi, Alban kilsəsi, Əlbən kilsəsi monofizitdir. Yəni onlar deyir ki, Tanrı yalnız ilahi qüvvədir. Onun insani tərəfi yoxdur. Diofizit isə deyir ki, İsa həmi insandır, həmi Tanrıdır. Diofizit kimdir? Roma və Bizans kilsəsi. Bunu niyə deyirəm? Bu səbəbdən ərəblər bu əraziyə gəldikdə həmin monofizitlərin hamısına Ərmən deyib. Bu səbəbdən Ərmən sözü daha sonra bu ərazidə xristian mənasında işlənməyə başlayır. Və Albanlar ərəblərə tabe olmamaq üçün Bizansdan kömək istəyir. Bizans da deyir ki, onda bir zəhmət sən diofizit ol, sənə kömək edim. Və Ərmən türkləri Albanlara qarşı xəlifəyə məktub yazır ki, sən yatmısan fil qulağında, xəbərin yoxdur. Albanlar Bizansla birləşəcək. Və bu səbəbdən də bu ərazidə Ərmənləri ərəblər dəstəkləyir və Alban kilsəsini və kitabxanalarını məhv edir. Aydındırmı? Yəni biz bir ərəblər dönəmində tariximizi itirmişik. Daha sonra Səlcuqlu dönəmində öz Səlcuq türk bəylərimiz ərazidə öz güclərini digər türk boylarını dəngələmək üçün digər etnik tayfalardan istifadə edir. Yazını fars dilində, dini ərəb dilində yazdırmağa çalışır. Eyni siyasəti daha sonra Osmanlı davam etdirir. Eyni siyasəti daha sonra Səfəvilər davam etdirir. Bu haqda geniş danışmışam. Yəni konkret sual versəz biraz da açaram, amma istəmirəm uzun uzadı danışım. Və bu səbəbdən daha sonra da bunun üstünə 1920-ci ildə tariximizin bir Sovet qırılma dönəmi var. Bütün tariximizi alt-üst ediblər, yazanları məhv ediblər. 1926-cı ildə türkoloji qurultay keçirilib. Həmin türkoloji qurultayda türkoloqlara deyiblər ki, türk tarixini diriltmək üçün, geri qaytarmaq üçün hansı tədbirlər lazımdır, danışın. Daha sonra həmin tədbirləri danışan bütün türkoloqları məhv edilib və daha sonra digər etnik qruplardan olanlara bizim türk tarixi yazdırılıb. Başa düşürsünüz? İndi sən bunun üstünə tarixi nə qədər doğru oxuya bilərsən? 37-yə qədər də bütün bizim ziyalıları, tarixi bilənlərimizin hamısını repressiya ediblər. Və bu yüzden də biz tariximizi doğru oxuya bilmirik. Təsəvvür elə ki, biz dil kökümüzün izahı ilə bağlı konkret əlimizdə kitab yoxdur. Və yazdığımızı da kimsə dəyərləndirmir. Və şir sözü ilə bağlı birbaşa olmasa da növbəti bir məsələni də deyim, əziz qardaş. Bax, biz Kimerlərdən və onun tərsi olan Mehranilərdən danışdıq. Düzdür? Bu Mehranilərdən danışmaq bizə nəyi verir? Türklər ök birliyi mənasında ökon birliyi qurur və bu ökona daha sonra simvollaşdırır, daha yazı olmadıqda şəkilli dil ilə yay və iki ox ilə rəsm edir. Və bunun tərs kombinasiyası kimi bizim qarşımıza 10 oxlar çıxır. Çin qaynaqlarında 10 oxlar var. Əslində bu 10 ox da ökdür. Yəni ök, tanrı, 10 türk dilində rəqəm və birlik mənasına gəlib. Bu günü biz onu kiçildərək, semantik kiçildərək yalnız rəqəm kimi başa düşürük. Ökon sözündən biz Hun ittifaqını görürük, Kumanları görürük, Kimerləri görürük və bunun bulaşması ilə Qıpçaq, əslində o Qıpçaq deyil, Qumsaq, Qıpçaq formasına çevrilir və Gəncənin adı olan Qanzaq da yenə Kun və Saq kökü ilə bağlıdır. İndi bu Kimerlər ki var əziz qardaş. Yəni Hun ilə, Kuman ilə eyni kökdən olan sözdür. Bunun sonuna biz ər sözünü gətirərək Kimer tayfasının olduğunu görürük. Və indi fikir verin, dilimizdə ər hissəsi daha sonra şəkilçiləşir. Bax, dəmirçi və dəmirər var. Yəni dəmir ər və ad olaraq hələ də durur. Və bir il olaraq tayfa adı var. Bunu nəyə görə deyirəm? Kimerin də tərs kombinasiyası kimi biz qarşımıza Maqər boylarının çıxdığını görürük. Bax, fikir ver. Maqərdə kının xlaşması ilə biz Meğri toponiminin olduğunu görürük. Eramızdan əvvəl
1000 ildən üzü bu yana, yəni 3000 ildir Meğri toponiminin olduğunu görürük. Mehranilərin olduğunu görürük. Bu adını artıq qeyd etdim. Eyni ilə maq və onun sonuna ç hissəsinin gələrək maqçı olduğunu görürük. M-nın nlaşması ilə olur o naxçı. Həmin o naxçı bizim bildiyimiz Naxçıvan toponiminin adıdır. Naxçıvan Nəqşi Cahan deyil və Naxçıları çeçenlərlə əlaqələndirirlər. Deyirlər ki, çeçenlərin əcdadı özünə Naxçı deyir. Əsən, Naxçı çeçen dilində mənası nədir? Bax, konkret mənası nədir? Bax, mən fikir verirsən, mən nəyi deyirəmsə, onun digər bütün tarixi uzantılarını göstərib deyirəm ki, bu adlar riyazi qayda kimi ortadadır. Göydən tutub hansısa sözü gətirib demirəm. Al, bu söz belədir. Və eyni ilə biz Nakbi boylarının Asur qaynaqlarında yazıldığını görürük və müəyyənləşdiririk ki, Asurlar eramızdan əvvəl 7-ci əsrdə Zəngi boyları kimi, Maq boyları kimi Nakbi boylarını da sürgün edib. Yəni, yenə deyirəm, ilk səs M səsi olub, daha sonra ondan N səsi ayrılıb. Bax, dilimizdə nə sözü var? Bax, nə? Bəzi dilçilərimiz deyir ki, türk dilində N səsi ilə söz ola bilməz. Nə sözü necə yaranıb? Göydən düşür. Bu, M səsindən daha sonra N səsi ayrılıb. Sadəcə olaraq hər dildə müəyyən səslər zamanla daha üstünlüyə malik olub. Bax, fikir verin, bizim dilimizdə A, E səsindən Ə səsi ayrılıb, Rus dilində ayrılmayıb. İngilis dilində ayrılmayıb. Bizim dilimizdə 4 saytdan 8-9 sayt ayrılıb, türklərdə 9-cu sayt tam inkişaf etməyib. Ərəblərdə cəmi 3 sayt var. Aydındır nə demək istəyirəm? Yəni, ilk baza dildə M səsindən N səsi ayrılıb. Və orada olan Kimerin tərs kombinasiyası kimi Maqər, Maqçı, Maqbi boyadı yaranır. Bax, necə ki, Oğuz, Kas, Kasçı, Quşçu, Xəzər, Kaspi. Fikir verirsən, bax, eyni Oğuz sözünün sonuna biz bini gətirib edirik Kaspi, əri gətirib edirik Xəzər, Çini gətirib edirik Quşçu. Təbii ki, bu göydə uçan quş deyil. Bu haqda danışmışam. Sual olsa təzədən izahını verim. Eyni ilə Maqın sonuna əri gətirib edirik Maqər, Meğri, Mehrani və Çini gətirib edirik Maqçı, Nlaşma ilə olur Naxçı, bini gətirib edirik Nakbi. Yəni, bax, dolayısıyla, əziz qardaşım, bu Mehranilər bir türk boyudur və həmin türk boyundan da daha sonra Cavanşir adı yaranıb və buradakı şir də hələ bildiyimiz pələng şirdirmi, yoxsa Kiyaksardakı sard olan sözlə eynidir, Ağasardakı sardımı? Bunu ayrıca düşünmək lazımdır. Aydındırmı? Bəli, aydındır. Bu Elnar qardaş o Cavanşir sözünü bu Rus, İngilis Wikipediyalarında araşdırmışdı. Bəli. O gedib Çuvaşər sözünə gedib çıxmışdı o. Da indi bilmədim o nə dərəcədə doğrudur yoxsa yox. Cavanşir sözünün Çuvaşər sözünə o cavan hissəsi ki var, həmin o cavan hissəsi. O cavan sözü bizim bildiyimiz cavan sözünü mü bildirir? Yoxsa çavuş sözünü mü bildirir? Çavuş sözü bizim dilimizdə bildiyimiz kimi rütbə bildirən bir sözdür. Və çavuş sözü türk dilində cap sözü səs mənasına gələn bir sözdür. Çavuş da yəni hansısa bir ərazinin, bölüyün rəhbəri mənasında olan sözdür. Və buradakı cavan sözü yenə deyirəm artıq mənbələrdə yazılan məsələlərin biz o dövrdə götürüb heç kim yazmayıb. Cavanşir, burada cavan bu deməkdir, şir bu deməkdir. Biz o dövrdə fonetik olaraq hələ düzgün olmayan fonetik hərfləri, mixi yazılarını, hieroqlifləri oxuyuruq. Sonra bunu da üstünə geriyə dönük olaraq izah vermək istəyirik ki, burada bu nə deməkdir. Və təbii ki, burada yenə deyirəm, çavuş ər kimi də bunu çıxarda bilərsən. Çavuş artıq bəllidir, yenə deyirəm, türk dilində bir rütbə mənasına gəltirir və ər sözü də var. Burada Cavanşir elə bax günümüzdə olan, buna xalq etimologiyası deyirlər də, səsə uyğun ağzımıza gələni deyirik. Cavanşir, Cavanşirdir. Amma bunun sonundakı şir böyük ehtimal ki, həmin o Kiyaksardakı Ağasar, hansı ki Manna hökmdarı idi, oradakı sar hissəsidir. Cavan hissəsi də burada qapmaq sözü ilə mi bağlıdır? Yəni qaban məsəl üçün. Çünki rəhbər, cəsur mənasında heyvan adlarının deyildiyi bəllidir və ya qap sözü burada çavuş söz kökü ilə eynidir. Amma biz ümumi
digər faktları yan-yana qoyanda Mehraniləri götürdük. Bax Mehranilərin izahını verdim ki, bu Mehrani niyə fars dilində deyil? Və digərlərini görəndə də məlum olur ki, birinci ələ Cavanşirin sülaləsinin artıq fars olmadığını müəyyənləşdirdik. Və bunun da üzərinə Cavanşirin də yenə deyirəm, hansı formada aça biləcəyimizi görürük. Məsələ nədir? Bizim o qeyd etdiyim 1926-cı ildən sonra türkoloqlarımızın hamısını qırıblar və o dövrdə olan bütün mənbələri də Rus, Hind, Avropa, İran dilli izahlar üzərinə yazmağa çalışıblar. Və biz də onları öyrəndiyimizdən bizim beynimiz yalnız o cür düşünür. Psixologiyada belə bir şey var. İlk tanışlıq mühümdür. İnsan ilk nə ilə tanış olursa, beyni o faktların üzərinə düşünür. Bizə desələr ki, qatıq qaradır, biz daha sonra gəlib qatığı ağ görsək, demirik qatıq ağdır. Biz birinci fikirləşməyə çalışırıq ki, qatıq niyə qaraymış, indi niyə ağ olub? Fikrim aydındır və bizə bu günə kimi qatığın qara olduğunu öyrədiblər. Bu üzdən də hələ də qatığın ağ olmağını təzədən isbat etməyə çalışırıq. Bir dənə də bir sualım var. Bu keçən dəfə də dedim, yəni o biraz tələsiyə düşüldü deyinə tam cavabı ala bilmədim. Bu Atropatenanın paytaxtı Fraspa ilə bu Əfrasiyab ilə bağlantı varmı? Çünki bu Atropatenanın paytaxtının Əfrasiyabın saldığı deyilir. Hə, bizim vaxtımız az idi, onda da qeyd etdim. Qeyd edirlər ki, Alpartunqa fonetik dəyişim olaraq Əvrasib olaraq deyilir. Mən Boris Bars Əvrasib hissəsində qeyd etdim. Alpartunqanın o tonqa hissəsi türk dillərində şir mənasına gəlir. Niyə də şir mənasına gəldiyi bəlli deyil. Artıq mən onu qeyd etdim ki, demək Göbəkli təpədən üzü günümüzdə zaman döngüsü şir bəbir ilə təmsil olunub. Daha sonra Çatal Höyükdə igidlər, ərənlər şir postu geyinilmiş formada göstərilib. Eyni məntiqin davamını biz harda görürük? Herakl gedir, bir şiri öldürür, onun postunu geyinir. Alpartunqa şir postunda rəsm olunur və həmin məntiqin davamı kimi də demək bu tonqa həm zaman döngüsü bildirən bir gücü və həmçinin qəhrəman cəsuru bildirən bir sözdür və Alpartonqa bu deməkdir və o tonqanın da bars forması bizim qarşımıza Əvrasib kimi çıxır və həmçinin günümüzdə ruslarda qalıb, amma qədim mənbələrcə türklərdə də adı olan Boris, yəni bars kimi olduğunu görürük. Və qədimdə insanlar, bir daha qeyd edirəm, o pir dediyi rəhbərləri yazı olmadığında şəkilli rəsmlərlə göstərdikdə pirin uyğun gələn digər sözləri axtarırdı. Su və pir sözünün birləşməsindən türklər subir, subar tayfasını qurur. Pir və as birliyindən bars formasında birlik qurur və barsla da digər pələng olan bars uyğun gəldiyindən götürür bayrağına bars rəsmi çəkir. Pirlər isə pir ilə börü sözünün uyğun gəldiyindən bayraqlarına börü rəsmi çəkir. Və bu səbəbdən də biz Manna dövrünə baxdıqda Firidun Cəlilov Manna dövrünü təhlil edən gözəl bir xəritə çəkib. Orada biz tayfa birliklərinin adına baxdıqda yetərincə barsların olduğunu görürük, börülərin olduğunu görürük və eyni anda fərqli coğrafiyada olduğunu görürük. Və şəhərlər də bu səbəbdən pir adından bizim qarşımıza Bərdə şəhəri çıxır və eyni ilə dediyiniz şəhər də yenə pir kökü ilə bağlıdır. Bilsən, insanlar o dövrdə bilsən nə cürdür? Eyni anda rəsm ilə bənzər bir neçə mənanı, yəni Alpartunqanla bars sözü eyni kökdür və Şahnamədə də Firdovsi bu səbəbdən Alpartunqanı bars sözündən olan kökündən Əvrasib yazıb. Rəşad bəy, qısacası indi o Fraspa şəhəri Əfrasiyabla yox, pir sözü ilə bağlıdır da deyirsiniz. Pir sözü ilə bağlıdır, amma yenə deyirəm ki, buradakı o Əvrasib onu tikibsə, əlimizdə qaynaq yoxdur da. Mən yalnız bilsən necə versiyaları qoyuram. Əvrasib tikibsə, Əvrasib də yəni bizə fars boğazı ilə deyirik də. Onun adı olub bars olub. Əvrasib yəni Alpartonqa necə deyiriksə, ona bars deyiblər. Yəqin ki, ona deyiblər bars şad və ya bars üz və ya eləcə bars deyilib. Və o barsdan da o şəhəri tikibsə, daha sonra o bars şəhəri deyilib onun adından. Necə indi məsəl üçün Konstantin tikən şəhərə Konstantinopol deyilmir. Bu formada. Amma biz onun o qaynaqları, əlimizdə qaynaq yoxdur. Mən sadəcə olaraq, bax, bars sözünün Əvrasibə necə çevrilməyinin məntiqini qoyuram və bunun üzərinə artıq yəni mənzərə bəllidir də. Yəni nə qədər dəlilimiz varsa bunun üzərinə baxa bilərik. Mən sadəcə olaraq qaranlıq otağa bir işıq salmağa çalışıram. Buna Vayvarasib də deyirlər. Bu Baybars adına da çox bənzəyir bu Vayvarasib. Baybars əslində bəy bars deməkdir. Bu Parsua bölgəsi var idi. Bunun çarlarından birinin adı
Tunaka idi, Tunaka. Asa. Bunun Əlpatunga'dakı Tongadır da, Tangu. yəni o deyilənə görə əflasiyyatda o bölgələrdə olub, Zagros tərəflərdə, nə bilim. Bəli, bəli. Bir də bu Kadusilərin başçısı Parsa var idi. Bəli. Bunun da o Parsuadan çıxdığı deyilir. Bir də bunların bir Parsman adlı başçılar da var idi. Bir də o Xarəzmlərin, qədim Xarəzmlərin Farasman adlı başçıları var idi. Bu həmin bildiyimiz Bars adam mənasındadır, yoxsa nə mənadadır bu Farasman? Bars yenə deyirəm ki, artıq bax, Bars orada bəbir nəzərdə tutur. Amma bu bəbir niyə rəhbər adına çevrilib artıq deyirəm. Bax Çatalhöyük əziz qardaşım. 7500 yaşı olan bir arxeoloji qazıntıdır. Bu gün Qazanda görürük ki, orada demək ov səhnəsi var. Bunlar bəbir dərisindən kürk geyinib və ov edir. Bax həmin biz kültürün, bax 7500 ildən üzü gələn kültürü harda görürük? Bax fikir ver. Bilqamis dastanında Bilqamisin yırtıcı heyvanı öldürməyində görürük. Və onun kürkünü geyinir. Eynən Heraklda görürük. Eynən Alpartunga'da görürük. Yəni o dövrdə və ya Şah İsmayıl Xətai haqqında da nə deyirlər? Şirovna çıxırdı. Bilirsiniz də, eşitmisiniz. Niyə Şirovna çıxır? Yəni o dövrdə əsl qəhrəman Şirovna çıxmalıdır, üz-üzə vuruşmalıdır. Və Rəşad bəy, bəli. bu media çarlarından biri də deyir ki, hansı idi, yadından çıxıb deyir. Fraorta deyir, sevirmiş heyvan ovlamağı, arabalarla nə bilim heyvanlar ovlayırmış. Bu Rüstəmdə də baxırsan, Rüstəm də börü ovluyur, aslan ovluyur. Nə bilim əjdaha ilə vuruşur. O dövrün kültürüdür. Hər dövrün müəyyən anlayışları var. Biz indi bu dövrdə yaşadığımız bir çox şey ki var. Onları biz avtopilotda yaşayırıq. Söz gəlimi səhər dururuq, dişimizi fırçalayırıq, telefona baxırıq və ya bugün bizim yaxşı və ya pis dediyimiz məsələlərin çoxunu biz düşünərək fərqinə varmamışıq. Bugünkü kültür, bugünkü coğrafiyada nələr yaxşıdırsa ona yaxşı deyirik, nələr pisdirsə ona pis deyirik. Və o dövrdə də qəhrəmanlıq titulu, yenə deyirəm, 7500 ildən üzü günümüzə şir ovlamaq və ilaxır kimi keçir. Və bu səbəbdən də bir şahzadə, bir rəhbər güclü olmağını göstərmək üçün nə eləyir? Artıq bu kültürün ad kodlarına yazılıb ki, gedib şir ovlamalıdır. Fikrim aydındır? Rəşad bəy, aydındır. Mənə bir şey narahat edir. Üzr istəyirəm, bir sözlə deyim. Bax, həmin o şir kürkünün, postunun geyilmə gələnəyi bizim qarşımıza gəlir ən sonda harda çıxır? Anadolu ərənlərində, abdallarında, Geyikli Babada, digərlərində yenə şir postu geyinmə, şir saxlama kimi çıxır. Və ya məsəl üçün Həzrət Əliyə nə deyirlər? Heydər. Heydər. Bax, fikir verirsən, yəni bu kültürlər hamısı bir-birinə uyğun olan kültürlərdir. Bu avdal avarlarda, ləzgilərdə də ov tanrısına bilmirəm. Avdal deyirlər, heyvan dərisi geyinir, bir cürə bir heyvanları qorumaq mənasında. Bu türklərdə də var da bu heyvanları qoruyan avdal. O av sözü ilə bağlantılı ola bilər görəsən, ovlamaqla. Bu Eftaritlərin də Abdalxan adlı başçılar var idi. Bu da bu adı birbaşa tam təhlilini aparmamışam. Mənim bu dediyim məsələlər ki var qardaş. Yəni inan ki bəzən bir sözü fərqli bir 30-40 qaynaqda baxıb onun üzərinə deyirəm. Yəni fonetik olaraq baxıb demirəm. Amma tanrı adları necə yaranıb? Qısaca bunu deyim. Bax, necə ki İslamda bu günü məsəl üçün Hüsnül Üsma deyilən, yəni əslində Azərbaycan türkçəsində hüsn sözündən gözəl, üsma isim sözünün cəmi ərəb dilində, yəni gözəl adlar. Yəni Allahın adları, məsəl üçün deyirlər Allahın 100 adı var, 101 adı var. Bunlar hamısı Tanrının adlarının sifətidir. Biz əslində Allah yaradan nədirsə, biz onu dərk eləyə bilmərik. Biz günümüzdə, fiziki dünyada Allahın yalnız sifətlərini görürük. Və insanlar da qədimdə təfəkkürü artdıqca Tanrının həmin o sifətlərini dərk edib. Məsəl üçün, baharın fərqinə vardıqda, baharı gətirən sifəti Tanrının sifəti kimi deyib. Qışı gətirib Tanrının sifəti kimi deyib. Ölümü dərk eləyib Tanrının ölüm sifətini deyib. Allahın biliyi dərk edib Allahın bilik sifətini ifadə edib. Fikrim aydındır? Yəni ki, bizim bütün bu dediyimiz bütün sözlər məkan olaraq, dilin kökəni adlı deyirəm, kitab yazmışam, yer mərkəzlidir. Yəni bizim yazdığımız bütün sözlər yerdə, bu coğrafiya üzərində qurulmuş adlar üzrədir. Sözlər, isimlər, feillər və biz bunun üzərinə belə bir söz deyirlər ki, antropomorfik tanrı, yəni insana bənzər tanrı. Və belə deyirlər ki, insanlar özlərinə bənzər tanrılar yaradıb.
çoxlu tayfalar olduqda çoxlu tanrılar yaranıb, daha sonra isə tək hakimiyyətli dövrlərdə bunlar təklənib və bu səbəbdən də güya daha sonra səmavi dinlərdə bu tək tanrıya çevrilibdir. Lakin əmin ol ki, tarixi qərəzli formada qərəzli oxuyublar. Tanrı var və ya yox, bu hər kəsin öz inancıdır. Amma etimoloji olaraq biz nəyi müəyyənləşdiririk? İnsan, əziz qardaş, təfəkkürü qədər tanrını dərk edir. Bax, tarix oxuyuruq, nə edirik? Təfəkkürümüz qədər dərk edirik. Ata. 1 yaşında atanı fərqli görürsən, 5 yaşında fərqli görürsən, 10 yaşında fərqli görürsən, 20 yaşında fərqli görürsən. İndi yaşınızı bilmirəm, məndən eyni yaşdasansa, 30-40-lara, 50-lərə gələndə atanı fərqli görürsən. Niyə? Çünki biz təfəkkürümüz artdıqca eyni obyekti fərqli görürük. Yəni, insanların 1000 illər boyu Tanrını fərqli görməyə, Tanrının günahı deyil. İnsan öz təfəkkürünə görə Tanrının sifətlərini dərk edib. Və Tanrının o sifətlərini, yəni bu dünyada olan fiziki sifətlərini dərk etdikcə ona da öz sözlərindən adlar veribdir. Yəni, dolayısıyla çoxsaylı tanrılar yoxdur. Nə Şumerdə çoxsaylı tanrılar olub, nə Misirdə. Bunlar hamısı Tanrının fərqli sifətləridir. Və o deyilən ilahə, yəni ana tanrıça kültü, kişi tanrı kültləri ki deyilir, bunlar da əslində Tanrının baharı gətirən sifəti, günəş və ana tanrıça deyilən də yer, təbiət sifətidir. Bunları tarixdə daha sonra ilahilərə, tanrıçalara və tanrılara çeviriblər. Bu haqda mənim YouTube'da 4 saatlıq videom var, dinin inancın izində. Bir-iki dənə də sualım olacaq, onunla da bitirəcəm. Bu iyə sözü ilə də, bu iyələrlə də bağlantısı ola bilər. Bu, Allahın yüz adının, necə deyim, iyələr də var, su iyəsi, nə bilim, külək iyəsi, ağac iyəsi. Bundan bir əlaqə ola bilərmi? Və bizim əziz qardaş, yenə deyirəm, tariximizi çox təəssüf ki, səhv oxuyublar və çox təəssüf ki, mən 7 ildir bu sahədə paylaşımlar eləyirəm, amma bu 7 illik paylaşımı da artıq 18 yaşından bu yana 27 il tamam olur. Tamamlamışam, yazdıqdan sonra paylaşım eləmişəm. Və sadə bir şey deyim, biz Tanrı deməliyik, yoxsa Tengri deməliyik? Bizə deyirlər ki, bizə elə gəlir ki, birinci Tengri olub, sonra qını salıb biz Tanrı eləmişik. Tanrı sözü zaman mənasına gələn dünən sözü, İngilis dilində time sözü, Rus dilində den sözü eyni kökdür. Və biz bu dün sözünün sonuna ra hissəsini gətirib Tanrıra demişik. Yəni zamanın sahibi. Daha sonra n-nın nıqlaşması ilə, hansı ki indi dilimizdə də sağır n var, bəzi dialektlərimizdə qalıb, sana demir, sanqa deyir. Eyni ilə Tanrını daha sonra eləmişik Tanqıra. Bu günə kimi bizim heç bir dilçimiz tapmayıb. Və mən bunu 5 ildir deyirəm, bizim o dilçilər özünü vurur, görməməzliyə. Və ya məsəl üçün sadə bir şey deyim, bəyək nə dedim, əziz qardaş? Gün sözündən xan sözü formalaşıb, kam sözü formalaşıb, düzdür? Orada n-nın nıqlaşması ilə İngilis dilində olan king sözü var, amma eyni sözdür. Xan, kam və king. Nıqlaşmana. Fikrim aydındırmı? Yəni, fikir ver. Biz birinci Tanrı demişik, daha sonra Tanrıya çevrilir. Amma biz tarixi tərsindən oxuyub, Tanrıdan Tanrıya çıxırıq. Və bu ona görə səhv olur. Və eyni ilə biz insanlar daha sonra, yenə deyirəm, ətrafı, coğrafiyanı tanıdıqca təfəkkürünə uyğun Tanrının sifətlərini yaradıb. Sifət sözü hansı sözdür? Sifət sözü bizə ərəb qrammatikasından gələn sözdür. Türklər bunu iyə olaraq deyib. İyə sözü nədir? Sahib. Məsəl üçün deyirsən, Ayev iyəsi. Aydındır? Su iyəsi deyəndə suyun sahibi. Suyun sahibi kimdir? Yenə Tanrıdır. Türk, yenə deyirəm, meşəni tanıyır, deyir ki, bu meşə kimindir? Deyir, bu meşənin də sahibi odur. Qayıdır, deyir, bu dağ kimdir? Bu dağın da sahibi odur. Durur, məsəl üçün, dəmiri kəşf edir. Dəmiri hələ kəşf verilən, odu yandırmağı bilmir. Odu yandıra biləndən sonra deyir, bu odu bizə kim verir? Tanrı. Odun iyəsidir. Yəni iyəsidir, sahibidir. Daha sonra dəmiri döyməyi öyrədir. Qayıdır, deyir, bu dəmirin sahibi kimdir? Qayıdır, deyir ki, dəmirin də sahibi Tanrıdır. Çünki insanlar, yenə deyirəm, qədimdə hər şeyi sıfırdan öyrənib. İlk insanlar 1-2 deyib ondan artığını deməyib. Ondan artığına üst deyib, üstü. Yəni 1-2 ondan artığına üst deyib. Daha sonra biz üstdən sının sıraşmasından üst demişik. Üstdən
Hind-Avropa dillərində Sri, tri sözü yaranıb. Fars dilində se sözü yaranıb. Bax, fikir ver eyni. Daha sonra insan 4-ü 5-i öyrənib 5-dən artığına üstəyib. Az sözü, üst sözü Şumer dilində 6 deməkdir. Şeş Fars dilində, şest Rus dilində, six İngilis dilində 6 deməkdir. Bax, amma biz 6 demişik. 6 nə deməkdir? Əl tək. Aydındır? Bax, əl təkdən demişik 6. Və bu səbəbdən də əldən 50-lər, yəni 50-lərdən 50 sözünü yaratmışıq. Amma biz də eyni ilə 5-dən artığına həmi, bax fikir ver, üst demişik. Üst burada 6 demək olmuyor. 5-dən artığı demək olub. O yüzden daha sonra 6'nı yaradanda biz birinci əl tək demişik. Amma biz daha sonraki sözlərdə üstün 6 mənasında işlətdiyimizi görürük. Və bunlar hamısı mənim tapıntımdır, qardaş. Məsəl üçün, üz tək, seti. Setidən sının yılaşmasından 7-yə çevrilib. Seti Çuvaş türkçəsində və Hind-Avropa dillərinin bir çoxunda 7 deməkdir. Sem, sevində Rus, İngilis dilindədir. Üz 2. Səki, 8 sözünü formalaşdırmışıq. Və qadının 9 ayda doğmasından da doğuş sözündən 9 sözünü formalaşdırmışıq. Və 9 sözünün doğan kimdir? Nənə. Nənə sözündən ingilislər nine sözünü 9-a çevirib. Və insan bundan sonra 99-a qədəri sayıb 99-dan artığına sonra üstləyib. Üstdən daha sonra biz üstün qabağına yeni qoyub 100 eləmişik. Ruslar ona 100 eləyib. Bunu nəyə görə deyirəm, əziz qardaş? Bax, fikir verirsən, rəqəmin yaranma mexanizmi 1000 illər boyu olub. Və dolayısıyla insan da bax, coğrafiyanı, təbiəti, hadisələri, fiziki hadisələri tanıdıqca onu Tanrının fərqli sifətlərinə çevirib. Çünki fikirləşir ki, bunu mənə verən kimdir? Tanrıdır. Biz bugünü, texnologiya bizi o qədər hər şeyə alçatan edib ki, biz hər şeyi unutmuşuq. Biz baharın gəlişini də dərk eləmirik, qışın gəlişini də dərk etmirik. O yüzden insan baharın gəlişinə sevinib. Çünki bilmir ki, növbəti qışı, yazı görəcək yoxsa yox. Yaz gələndə sevinir. Və bu yüzden də martın 21-də yazın gəlişini bayrama çevirir. Və bu bayramı da ona görə bayram halına salıb ki, digər hər kəs bunu bilsin. Niyə bilsin? Çünki o martın 21-i yazın gəlişini bildikdə əkinçiliyini və heyvandarlığını və heyvan köşklərini buna uyğun edir. Martın 21-ni doğru bilməsə, əkin əkə bilər. Vaxtında əkməsə, əkdiyi o buğda məhv olsa nə olacaq? Taxıl məhv olsa nə olacaq? Yəni, bax, bütün bu Tanrının sifətləri türklərdə İya adından deyilir. Samilərdə fərqli deyilir. Hind-Avropada fərqli deyilir. Türk fərqli boylarında bu fərqli deyilir. Amma bu İyalar hamısı Tanrının sifətidir. Rəşad bəy, məni narahat edən bir məsələ var. Bu Bağdaddi adıdır. Sonra nə bilim, necə? buna mən bax, bir Bağdaddi adı var. Bağdaddini dedimdə pir və dədə sözündəndir. O suvar saklarda da rütbət kimi işlənir. O daddi, o tridatdır, sonra mitridatdır. Bu axırdakı dadlar Hind-Avropa dilindəki verdi, doğdu mənasındadır, yoxsa o türk dilindəki dədə ilə bağlıdır? Və indi belə deyək, fərz edək ki, bu ruslarda vermək mənasında daddı, eləmi? Türk dilində də tut sözü var, eyni kökdür. Türk onu tuta çevirib, tut. O da verə çevirib. İndi nə oldu? Bu Hind-Avropa oldu, Türk oldu. Sadəcə olaraq bizim dilimizin etimologiyasını düzgün oxumayıblar, qardaş. Yəni o Hind-Avropa dilində olan dat sözü ilə Türk dilində olan tut sözü eynidir. Amma o rütbələrin yaranmağının bir məntiqi olmalıdır da, fikrim aydındır. Və bu da dədə sözü ilə bağlıdır. İndi bu Partatua, Protokidə yazırlar. Bunun mənası nədir tam olaraq? Bu börü tutdu yoxsa? Pir və dədə sözüdür. Necə ki, xanlar xanı, şahlar şahı deyilir. Pir dədə də o dövrdə bir rəhbərə verilən addır. Biz bu pir dədə anlayışını harda görürük, əziz qardaş? Bu yeganə türklərdə qalıb. Şah İsmailə nə deyirik biz? Pir. Yəni o pirlərin gələn ən axırıncı piri Şah İsmail Xətayıdır. Və ya pir dədəni biz Osmanlını quran Alpanlarda, Ərənlərdə pir adlı, dədə adlı, pir Abdal adlı, pir Sultan adlı, bax fikir verir, gör neçə dənə biz pirlərin olduğunu görürük. Ərənlərin olduğunu görürük. Bu kültür yəni bax türklə gəlib yaşayıb. Fikrim aydındır. Bax bizim bu qurtarıcı anlayışı, mətə anlayışını bax dövlət rəhbəri kimi, dövlət kimi qarşımıza çıxdığını görürük. Həmin mətə anlayışı daha sonra farslarda qurtarıcı anlayışına çevrilir. Həmin qurtarıcı anlayışı daha sonra Hami Sami xalqlarında
yenə qurtarıcı mehdan layışına çevrilib. Yəni bildiyimiz kimi həmin o mehdan layışı Quranda yoxdur. Yəni o mətan layışının davamıdır. Bir də sanskrit dilində mit var, birləşdirmək mit. O da konfederasiya. Bunun bu bitlə əlaqəsi ola bilərmi bu mitin həmin o sanskritcədəki? O sanskritcədə olan sözə gərək baxaq. Amma Hind-Avropa dillərində türk dilindən ortaq dildə mən dil təhlili aparıb göstərirəm ki, demək eramızdan əvvəl 10-cu minillikdə Avro-Türk Hami bir proto dil ailəsi olub. Daha sonra buradan Hami-Sami dil ailəsi, Hind-Avropa dil ailəsi və Türk dil ailəsi ayrılıbdır. Və burada sınmaq sözü var və onun tərsi olan miş kökü var. Bu kökdən feillər yaranıb. Onu mən cədvəlini geniş formada vermişəm ərəb dilində, Hami-Sami dillərində, Hind-Avropa dillərində və Türk dillərində. Bunlar əslində ortaq sözlərdir. Amma sanskritcədə artıq necə işlənib birbaşa baxmaq lazımdır. Bəs bu artavazdır, artaşirdir, nə bilim belə bu cür adı artaxerisdir, artasardır. Ratada yazırlar, arta. Bəli. Onların hamısının artası hissəsini fars dili ilə əlaqələndirirlər. Vas hissəsi artıq dediyim kimi baş sözüdür. Onu nə bilim bəzən söz mənasına gətirən vas kökü ilə əlaqələndirirlər və axır. Vas sözü sap sözünün türk dilində söz mənasına gələn sap sözünün tərs olması və axır yazmışam. Amma həmin o artavazın Atropatı məsəl üçün göstərdim ki, oradakı asurbat deməkdir. Asurbaşdır, orada sının tılaşması ilədir. Orada olan o digər adları da onları qeydlərimdə yazmışam. Arta tam olaraq nədir bilmirsiniz? Arta, nə bilim, atəş də deyirlər, rata, işıq da deyirlər, rasa mənasında. Tam olaraq bu nə deməkdir bu atropadı? Atropat sözünü ümumiyyətlə qeyd edirlər güya ki, işıq mənasına gəlir və atropat da atəşi qoruyan deməkdir. Həmin o asur sözü, yenə deyirəm, türk dilində xalq mənasına gəlir. Amma eyni zamanda bu asur sözü ilə türk dilində də işıq mənasına gəlir. Sarı sözü nədir? Necə olur ki, asur olanda bu fars dilindədir. Sarı sözü dilimizdə vardı, bizim də dilimizdə sarı var. Burada titullardan danışdım. Fikir verirsən, niyə mən bunların hamısını eyni vaxtda danışıram? Çünki birini deyəndə adın yaranma məntiqini görmək olmur. Amma bütün hamısını eyni anda dedikdə görürsən ki, adın yaranma məntiqi necə olub. Əcdadlarımızın beyni nə cür düşünüb bunu görə bilirsən. İzahını verə bilirəmmi? Və Atropatena adının da yenə deyirəm, Asurbodun demək olduğunu, orada Asur xalqı demək olduğunu, orada sının tılaşması ilə o Aturpat kimi qarşımıza çıxır. Yəni fars mənbələrində yazılan Atropat fars boğazından yazılıb. Amma o Asurbodun deməkdir. Və onun rəhbərinə də Asurbaş deyiblər. Və o hər iki sının, Asurdakı sı tılaşır, başdakı sı tılaşır, olur Atropat. Söyləşidə mən Atropatena hökmdarlarının adı ilə bağlı izahı qeydlər yanımda olmadığından verməmişdim. Böyük ehtimalla bir neçə söyləşidən sonra video çəkilişlərinə bilinməyən müddətə qədər ara verəcəyimə görə bu sözlərin də qismi izahını verməyi düşünürəm. Cədvəldən də göründüyü kimi Atropatena hökmdarlarının listəsi burada göstərilmişdir. Bunlardan ilki Atropatenanın qurucusu Atropat hesab olunur. Artıq qeyd etdiyim kimi Atropatena sözü Asurbodun sözündən formalaşıb, dolayısıyla Asurbodun, Atropatena və Azərbaycan sözü eyni sözdür. Atropat isə Asurbaş sözündən formalaşıb, burada sıların tılaşması ilə bu Atropat sözünə çevrilmişdir. Yəni dolayısıyla Atropat sözü düşünüldüyü kimi fars dilində olan odu qoruyan mənasına gələn söz deyil. Və biz həmçinin digər Atropatena hökmdarlarının adına baxdıqda burada Arta, Bazan sözünün, Ario, Bars sözünün, yenə eli ilə Artavaz sözünün, yenə eyni ilə Artavaz adının, yenə eli ilə Arta ilə başlayan Artabanus sözünün olduğunu görürük. Dilçilər düşünür ki, Artabaz sözü Arta fars dilində şərəf deməkdir. Bazan sözü isə müdafiə edən mənasına gəlir və təxminən şərəfi qoruyan mənasına gəlir. Yenə digər biz Arta ilə başlayan adlara baxdıqda burada Artanın şərəf mənasına gəldiyini,
Vasta sözünün isə müqəddəs mənasına gəldiyini görürük. Və qeyd etməliyəm ki, Assurbanipalın Atropatena şəklində yazıldığı kimi və ya Assurbaşının Atropat kimi yazıldığı kimi və ya bu adlar daha sonra fars dilinə tərcümə olunaraq yazılması mümkündür. Lakin gəlin baxaq. Buradakı arta hissəsi nəyi bildirir? Bu arta hissəsi əslində ər və ata sözünün birləşməsindən yaranan bir titul olduğunu düşünməliyik. Ər ata. Mən baş ər sözündən padar sözünün formalaşdığını və daha sonra bunun bir türk boy adına çevrilməsindən danışmışam. Və eyni məntiqin davamı kimi türklərdə ər ata titulu formalaşmış olmalıdır. Və bu daha sonra Assurbanipalın Atropatena Azərbaycan hökmdarlarının adında geniş formada istifadə olunmuşdur. Və biz eyni arta hissəsini Ərmən hökmdarı Artaşes adında da görürük. Artaşes əslində bir hay hökmdarı olmamışdı. Ərmən hökmdarı olmuşdu. O ərsaq boyu ilə bağlı idi. O ərsaqlardandır. Artaşes sözünün sonundakı es hissəsi isə daha sonra Artaşes sözündəki es hissəsi bu adın daha sonra Yunan qaynaqlarında keçməsi səbəbi ilə Yunan dilində olan adlıq hal şəkilçisi olması səbəbindəndir. Yəni dolayısıyla bu ad əslində ərta formasındadır və bu da ər-ata formasında formalaşmış sözdür. Və biz eyni qaydanın daha sonra artıq qeyd etdiyim kimi Atropatena, Assurbanipalın Atropatena Azərbaycan hökmdarlarında da olduğunu görürük. Və digər bir ad isə Mitrat formasındadır. Və bildiyimiz kimi fars dilində Mitra günəş tanrısının adıdır. Data sözünü isə Hind-Avropa dillərində vermək mənasına gəldiyi səbəbilə Mitradat günəşin Mitranın verdiyi mənasına gəldiyi düşünülür. İndi buradakı Mitradat günəşin verdiyi deməkdir, yoxsa mətə və dədə sözünün birləşməsindən yaranmış bir addır. Mənə elə gəlir ki, qeyd etdiyim bütün titulların üzərinə bunu yenidən düşünməliyik. Və digər adlardan biri isə Asinalusdur və bunu fars dilində olan güc sözü ilə əlaqələndirirlər. Lakin biz ad titul cədvəlində sin, san, şəms, əsən kökündən hökmdar mənasına gələn adın və həmçinin ulu sözünün türk dillərində hələ də güc, qüvvət mənasında işləndiyini görürük. Və digər bir ad isə Pakarosdur və bu adın harfiyə mənşəli olduğu düşünülür və buradakı bunun sülhsevər və ya müdafiəçi mənasına gəldiyi düşünülür. Əslində isə buradakı pa hissəsi baş sözü, kros hissəsi isə bildiyimiz qor sözündən fərqli bir söz deyil. Və Darius adının isə fars dilində olan Darayavahus sözündən formalaşıb zənginliyin sahibi mənasına gəldiyi düşünülür. Buradakı Dara sözü, sar, burada sının tılaşması ilə formalaşan titul olduğunu düşünmək ümumi mənzəriyə baxdıqda daha məntiqlidir. Yəni siz dediniz Assur işıqla da bağlılığı var. Onda Assur sözünün işıqla bağlılığı var, amma Atropat işıq ölkəsi falan demək deyil. Assurbanipalın Assur xalqı deməkdir. Assur da türklərin 3 boydan ikisinin adıdır. Artanı, Rasanı deyirəm. O Rasan da tərsi sarıdır da. Hətta sarının tərsi rasadır. Orada rasta sının tılaşmasından ingilis dilində red qırmızıdır. Onların hamısını dil kökündə söz olaraq təhlilini vermişəm. Çünki eyni kökdən yaranmış şeylərdir. Amma Avestada niyə yazılıb? Bunlar hamısı yenə deyirəm, ağır əmək tələb edən şeylər. Çünki Avesta bayaq nə dedim? Dara dövründə saxtalaşdırılıbdır. Əsl Avesta bizə çatmır. Dara dövründə saxtalaşdırılıb. O Avestada daha sonra Böyük İskəndər zamanında yandırılıbdır. Daha sonra bugünkü Avestada həmin farslar tərəfindən toplanıbdır. Fikrim aydındırmı? Yəni bu gün biz o Avestanın
əlimizə gələn Avesta fars kültürü üzərindən gələn kültürdür. Biz İslamı qəbul etdikdən sonra təbii ki, artıq İslami ənənələrlə, kültürlə yaşadığımızdan onları itirmişik. Mən də bu son sualımı da verim. Bilirəm, biraz ağır sualdır. Bilmək istəyirəm, bu Proto-Hind-Avropa dili elə bir ki, Ukrayna şimalına yaranıb da. Necə? Bu Proto-Hind-Avropa dili Ukrayna şimalında formalaşıb. Bəs bunların kökəni Ön Asiyadan getmələrdir, yoxsa elə onlar orada elə necə deyim, ayrı-ayrılıqda yaranıb bu dil? Yoxsa bu, necə deyim, belə demək pis çıxmasın. Buradan gedən turistlər gedib orada dillərimi dəyişib, yoxsa... Dil eramızdan əvvəl, 100 min il bundan əvvəl düşünülür ki, insan danışıbdır. İlləri mən təbii ki, verilən arxeoloji qazıntılara əsasən ili deyirəm. İlləri sözdən çıxartmaq olmur. Amma mənim təhlillərimlə göstərirəm ki, ilk dil, iki səsli sözlərdən birinci kök Sait Samit, ikinci kök həmin birinci kökün Saiti Samitin sağına keçən kökündən formalaşan 9 baza Samit səs, 4 baza Sait səsdən formalaşan dildir. Və o iki səsli sözlər daha sonra birləşib 3-4 səsli sözlər yaradıb. Və təxminən eramızdan əvvəl 100-cü minillikdə Afrikadan çıxan topluluq gəlib günümüz Türkiyə, Azərbaycan, İran ərazisində, coğrafiyasında yaşayıb. Və buradan şərqə, qərbə köçlər edib. Və eramızdan əvvəl 40 min il əvvəl qərbə köç var. 70 min il əvvəl bundan əvvəl şərqə, Çin ərazisinə köç var. Amma biz Çin dilinə baxdıqda görürük ki, Çin dilləri kök dillərdir. Yəni onlarda şəkilçi yoxdur. Onlar şəkilçini intonasiyanı, sözlərin yerini dəyişərək düzəltməyə çalışır. Yəni biz məktəbə gedirik deyirsə, Çinlilər deyir, mən məktəb get. Aydındır? Demək ki, 100-cü min ilə, bu 70 min il bundan əvvəl gedib Çinə çatanlar hələ kök dil danışırsa, mən buradan çıxarım eləyirəm ki, demək 100 min ilə 60 min il arasında hələ insanlar kök dil danışırdı. Bu səbəbdən də bax, həmin günümüz Azərbaycan, Türkiyə, İran ərazisində yaşayan topluluq ayrılıb Çinə gedəndə onlar kök dildə danışır və dilini bu formada inkişaf etdirir. Daha sonra 60 min ildən 10 min il ərzində bəzi sözlər şəkilçiləşir. Amma bu şəkilçilər sözün əvvəlində və ya sonunda gəlməsi qanunu hələ yoxdur. Və elə bu səbəbdən də daha sonra iki şəkilçili dil ailəsi yaranır. Biri flektiv dillərdir, yəni flektiv dillərdə şəkilçi sözün əvvəlində və ya sonunda gəlir və bir də iltisaqi dillər, yəni şəkilçi mütləq sözün sonunda gəlir. Üzr istəyirəm. Bax 10-cu minillikdə günümüz Türkiyə, Azərbaycan, İran ərazisində qalan topluluq Hind-Avropalıların, Hami-Samilərin və Türklərin əcdadıdır. Çünki bunların dilinin lüğət bazası feillərinə görə, isimlərinə görə, şəxs əvəzliyinə görə olduqca yaxındır. Bizə deyirlər, Türk dili güya Ural-Altay dilinin alt qrupudur. Bunu səhv deyirlər. Bizim dilimiz şəxs əvəzliyi, rəqəmi, feili, sifətinə görə Yapon dilindən, Monqol dilindən, Koreya dilindən olduqca uzaqdır. Ortaq dildir, amma olduqca uzaqdır. Yəni daha əvvəl ayrılmış dildir. Və bu səbəbdən də demək nə baş verir əziz qardaş? Demək birinci, bu topluluqdan Hami-Samilər qalır, biz ayrılırıq. Yəni Hind-Avropalılar və Türklər. Daha sonra Hind-Avropalılar da ayrılır, üzü Qaradənizin şərq-qərbinə doğru köç edir. Bu səbəbdən də fikir verir. Hami-Samilər də flektiv dildə inkişaf edir, Hind-Avropalılar da flektiv dildə inkişaf edir. Lakin bu 10 min il ərzində buzlaqlar yuxarı çəkildikcə türklərin bir hissəsi Xəzər dənizinin şərqinə də keçir. Və burada Ural-Altay dilləri ilə bir yerdə iltisaqi dil qaydalarını formalaşdırır. Yəni şəkilçiləri sözün kökün sonuna gətirmə qaydasını formalaşdırır. Bu yüzden biz morfoloji olaraq şəkilçi baxımından Ural-Altay dilləri ilə eyniyiz. Söz bənzərliyi baxımından Hami-Sami dilləri və Hind-Avropa dilləri ilə daha yaxınıq. Və Xəzərin ətrafında türklər biri-biri ilə əlaqə saxlayır və yenə deyirəm, Xəzər dənizi, Qara dəniz, Ağ dəniz, Qırmızı dəniz dairəsində genişlənir. Daha sonra bu əraziyə Hami-Samilərin,
Hind-Avropalıların və Qafqaz dillərinin gəlməsi ilə bunlar burada sıxışır. Bu səbəbdən bir hissə türklər qərbə şərqə köç edir. Müəyyən zamanda, fərqli zamanlarda. Bunlar hamısı yəni bir anda baş verən hadisələr deyil. Fərqli boylar, fərqli zamanda. Və bu zaman türklərdə ilk ata yurdu olan Urmi gölü ətrafında yaşayan türklərin bir hissəsi, şəhər quran türklər, Şumer mədəniyyətini qurur. Daha sonra bura Proto-Hami Samilər gəlir, daha sonra Akkad işğalını edir. Bu səbəbdən orada qalan Şumerlərin, Proto-Şumerlərin bir hissəsi Akkadlarla qalır, bir hissə yuxarıya köç edir. Eyni ilə bir hissə Asurları qurmuşdursa, o Asur mədəniyyəti daha sonra Hami Samilərin əlində qalır. Bundan sonra türklər başa düşür ki, demək, şəhərdə yaşamaq, qala tikmək hər zaman təhlükəsiz deyil. Bu yüzden türklərin bir hissəsi köçərləşir. Aydındır əziz qardaş. Demək, nə baş verir? Bir, türklər var idi. Daha sonra bu türklər, yaylaq, qışlaq kültürü yaşayan türklər var idi paralelində. Mən bunu arançı deyirəm qısaca olaraq. Daha sonra oturaq və arançılardan sonra bir də köçəri türklər yarandı. Və bu köçəri türklərdən sonra iç və dış türklər kültürü yarandı. Yəni şəhər salan türklər, yerli türklərə iç türklər deyildi. Köçəri olan türklərə dış türklər deyildi. Və bu səbəbdən də biz Oğuz xanda 12 türk boyunun 24-ə çıxdığını görürük. Yəni ki, xalqlarda əvvəl 12 rəqəmi müqəddəs idi. Burada 12 dedikdə konkret saydan söhbət getmir. Yahudilər də özünü 12 boy hesab edir. İsa'nın 12 havarisi var. Şiyələrin 12 imamı var. Ayın 12 ayı var. Aydındır. Buradakı 12 müqəddəsliyi bildirir. Sadəcə olaraq vəssalam. Amma türklər daha sonra köçəri türklərə də çevrildiyinə görə iç türklər 12, dış türklər 12, elədi 24 boy. Və ona görə biz Oğuz xanda 24 boy ilə türklərin qarşımıza çıxdığını görürük. Təbii ki, sayları 24-dən dəfələrlə çox idi. Bunlar hamısı simvolik köklərdir. İlk əvvəl mən bu adı şərti olaraq Avro-Türk Sami dili deyirəm. Dil olub ən axırda ayrılan. Bu 150 min ildən üzük gələn dillərdən ən axırda ayrılan Hind-Avropalılar, Hami Samilər və türklər olub. Ən axırıncı bir-birindən ayrılan. Yəni digər mərkəzlərdə hansı ayrılmalar var, onları danışmıram. Amma ümumi zaman baxımından ən axırıncı bir-birindən ayrılan bizik. Bu yüzden biz sayların misalını bayaq çəkdim. Şəxs əvəzliyinə görə olduqca eyniyik. Rəqəmlər saylara görə olduqca eyniyik. Və demək ki, Hind-Avropalılar bizdən ayrılır və gedir Qaradənizə və burada öz kültürünü yenidən formalaşdırır. 10-cu 5-ci minilliyə qədər bu davam edir. Eyni ilə Hami Samilər 10-cu 5-ci minilliklər arasında öz kültürünü davam etdirir. Müəyyən fərqliliklər yaranır. Və türklər də eyni ilə 5-ci minilliyə qədər Xəzər dənizinin şərqinə də keçdiyinə görə Ural Altaylılarla bir yerdə iltisaqi dilləri formalaşdı. Daha sonra türklər, demək yenə deyirəm, eramızdan əvvəl 4-cü 2-ci minillikdə köçəri həyat tərzini də əldə etdikdən sonra türk kültürü niyə məhv olmayıb? Bir dənə düşünün. Çünki onun köçəri kültürü olduğundan şəhərlər zaman-zaman işğal olunsa belə digər əhalinin bir hissəsi o köçərlərin yanına köçərək öz gücünü qorumuşdu. Bayaq boş yerə demədim. Eramızdan əvvəl 9-cu əsrə qədər günümüz Azərbaycan-İran ərazisində türklər seyrəkləşir, Asurlar seyrəkləşdirir, Babillər seyrəkləşdirir, Urartular seyrəkləşdirir. Amma 9-cu əsrdə Manna dövləti qururuq. Niyə? Göydən düşməyib. Çünki həmin o köçəri dış boylardan olan Sak türkləri, Kimmer türkləri yenidən geri gəldiyinə görə biz yenidən güc qazanmışıq. Və bu köçəri türklər zaman-zaman dairələr çizərək böyük coğrafiyada, Avro-Asiya qitəsində gəzib. Təbii ki, zaman-zaman bunlar gəlib yerli türk boyları olan türklərlə birləşəndə biri-birinə can verib, güclənib, yox birləşməyib, başqa etnik qruplarla birləşəndə onların içində əriyib. Və biz bu səbəbdən Çin içində əriyənlərin olduğunu görürük. Şumerlərin Akkadlar içində, Asurların Asur ərazisinə gələn Hami Samilər içində əridiyini görürük. Aydındır əziz qardaş. Əsası Proto-Hind-Avropa, Proto-Türk, Proto-Sami dilləri Anadolu, Azərbaycan bölgəsində bir olub, sonradan Samilər günəyə, Hind-Avropada şimala gedib, amma türklər yerində qalıb. Belə çıxır da bu. Bəli. İltisaqi formaya
Ya bu bölgədə keçirdilər, yoxsa o şimala gedəndən sonra? Şərqə doğru keçir və o şərqə doğru keçir, yenə deyirəm, bu türklər bir-birindən əlaqədə olan bir kültürdür. Əlaqədə olduğundan bu iltisaqi dillər inkişaf edib, ümumi türklər Onu içində. anladım. Bəs bu yerdə qalan türklərin dili necə iltisaq olur sonradan? Çünki yenə deyirəm, şərqə köçən türklər orada iltisaqi dili inkişaf etdirir. Ora gedənlərin də görünür ki, bu qalan türklər artıq iltisaqi dil formasında inkişaf edir. Amma ora gedənlər də orada inkişaf edir. Amma daha sonra bu dillər bir-birinə qarışır. Bilirsən necə qarışır? O köçəri türklər dövrü ki yaranır, türk kültürü daim bir-birinə dövriyyədədir. Dövriyyədə olduğuna görə bu dillər uzun müddət izolyasiyada qalanda dəyişir. Necə olur və türk dilləri dəyişməyib? Fikrim aydındır. O köçəri türklər daimi dövriyyədə olduğundan o türklərin içində kültürü, dini, inancı daim bərpa edib. Yerli ərazidə qalan türklər həmişə kənar qüvvələr tərəfindən əsasən assimilyasiya daha çox məruz qalır. Amma köçəri olan kültürü sən nə cür assimiliyasiya edə bilərsən? Çünki o bir yerdə qalmır. Fikrim aydındır. Və bu səbəbdən də köçəri türklər hər dəfə yerli iç türklərin ərazisinə gələrək onları yenidən dirildib. Hər dəfə dirildib. Və bu yüzden də bizim dilimiz, kültürümüz, etnik qrupumuz məhv olmayıb. İndi aydındır ki, niyə bizim dildəki bəzi o kollektiv formalar, negativ formanın sözün axır ortasına keçib. O etmirəm ki, mi ortaya girib, öndəki deyil o. Bəli. Ərəblərlə Hind-Avropalılardakı kimi. Bəli. Cavablarınız üçün çox sağ olun. Təşəkkür edirəm. Rəşad qardaş, başqa sözün deyəcəyin yoxdursa yekunlaşdıraq. Yekunlaşdıraq əziz qardaş. Mən bitirmişəm. Oldu. Rəşad qardaş, çox sağ ol. Var olun, xoş idi. Birlikdə güclüyük.